kömək elədilər. Bu qurtardı, hərə öz işinin dalınca getməli. Bu söhbət mənim sözümdür. Rəhim bəy nə deyəcəksə, indi sözünü buyursun deyir. Bir dəqiqə xahiş edirəm, qardaşlar. Əziz qardaşlar, mən dəfələrlə sizin qarşınızda çıxış eləmişəm. Heç vaxt iki sifət olmamışam. Heç vaxt xalq allatmamışam. İndi də allatmayacam. O 14'ünde olan parlament iclası Azərbaycan xalqının ən ləyaqətsiz işlərindən biriydi. Amma ondan sonraki hərəkət ondan da ləyaqətsizdir. Mən sizə deyirəm, torpağı, xalqı olmayan hökumət ola bilməz. Mənim sərhəddən əskərlərim çıxıb gəlir. Mən onu nə ilə və kimlə qoruyum? Sonra gün mənim buradaki işçilərim 9 tank, 11 BMW, bir şilka götürüblər. Dadaş Rızayev, mənim mavinim. Kim veribdi? Hindiyə kim o tanklar harada gizlənibdi? Mən bir tankdan ötürü canımı verirəm. Uşaqlar orada müdafiə olunsun. Ondan sonra cəbhənin bəzi qüvvələri zavodda təmir olunan gedib hərbi texnikanı götürüblər. Hansı ki orada cəmaat 30 içində gözləyir. Əmirallardan, Muğanlıdan dəstələr çıxıb gəlibdi bura. Laçından çıxıb gəlibdi bura. Bizim torpağımız oradadır. Qeyrət meydanı oradadır. Mən nə tər saxlayayım onu? Nə tər saxlayayım onu? Mənə bir məsləhət verin, mən saxlayayım. Mənim bax burada da canım qurbandır. Amma siyasal ver bəsdir. Bir ay, 2 ay biz gözləyə bilərik. O torpaq bizim olsun sonra. Orada o qədər insanların ruhu yatır. Bu günləri söz çıxardıblar. Mən hakimiyyəti götürmək istəyirəm. Canım mənə heç nə lazımdır. Mənə heç nə lazımdır, inanın Allaha. Amma belə geçsə, mən hərbi vəziyyət elanlayıb özümlə başçılıq eləyəcəm. Mən sizə deyirəm, bir dəqiqə dayanın. Mənim bu günləri əli dəstəli, qeyrəti, namusu olan oğlanlarım çıxsın qırağa, mənə qüvvə lazımdır, qüvvə. Burada silah lazımdır. Burada silah lazımdır canım, mənim orada qüvvələrim çatmır. Bir dəqiqə sakit olun. Sakit olun. Ama Azərbaycan xalqı həmdir. Mözdəm ha yerdən danışma, dayandı. Ay canım, orada qüvvə lazımdır. Burada bu silahlı onlar neye lazımdır? Kim olar o silahı veribdir? Mənə deyin görüm, axı buradan bir günləri mən 3000, 4000, 5000 adam yığa bilərəm. Onlar orada olmalıydı. Mənim bütün planlarım pozuldu. İndi mən sizə deyirəm, Laçın əldən gedir. Nə ilə saxlayayım? Nə hərbi səfərbərliyi, orada olanlar orada dayanırkən hərbi səfərbərliyi elan edeyim. Güllərə indi, mən indi sizə deyirəm, sabah saat 12'ye kimi vaxt verirəm. Eğer oldu olmadı gelip sizin yanınızda beynime bir tane güllen takıp burada da yıkılacağım. Ben o halkın o gününü görmek istemiyorum. Ve mənə de ne benim mühalefette olan yoldaşlarım da o birilerden gözlemirdim. Bu günləri mənə kim kömək elədi? Mənim texnikamı gətirdilər, adamlarımı gətirdilər bura. Lazımdı bəli, ağsaqqal. O lazımdı birinci, sonra bu lazımdı. İşçi lazımdı, onda işçini bir yerde aparmağı bacaran adam gelsin benim yerimde otursun. Ben bacarmıram onu. Aziz bacılar ve kardeşler, tamamıyla Rəhim bəyin sözünde hak var. Ama bizim de hakkımız var. Tabii olarak bütün qüvvələrimizi toplamalıyıq ona köməyə. Bu vətən müharibə eləyərkən bütün qüvvələr Hərbi Nazirliyə kömək üçün toplaşmalıdır. Bunu hamımız eləməliyik. Hər bir vətəndaş eləməlidir. Mən sizə 2 dənə misal çəkim. Türkiye'də Atatürk